Həqiqətən faydalı əxlaq görürsən ki, o əxlaqlanan kimsə daimən yəni Allah Subhanahu taala'dan yəni onun mükafatını arzulayır. Allah Taala'dan ona onun mükafatını verməsini istəyir. Bu ümidlə yaşayır. Bu əxlaqla əxlaqlanır ki, hətta bu əməlinə görə, bu əxlaqına görə Allah Subhanahu taala onu mükafatlandırsın və qiyamət günü Allah Subhanahu taala ilə qarşılaşdığı günü o nicata çatanlardan olsun. Cənnətə daxil olmasına səbəb olsun bu gözəl əxlaq və həmçinin uca dərəcələrə nail olan kimsələrdən olması üçün bu əxlaqla əxlaqlanır. Həqiqətən mömin, yəni budur və əxlaqın da faydası budur. Bu cür gözəl əxlaqlanan kimsənin də ümid etdiyi nədir? Allah qarşısında, Allah katında onun savabını ummaq və Allahla qarşılaşacağı günü, yəni onun o əxlaq səbəbi ilə nicata çatanlardan olması, cənnətə girməsi üçün səbəb və həmçinin dərəcələrin uca olması üçün olan səbəblərdəndir gözəl əxlaq. Ona görə də bu əxlaqla əxlaqlanır. Necə ki Allah Subhanahu taala Quran-ı Kərimdə ki: "İnnəmə nut'imukum liwəchillah la nuridu minkum cəzaən və la şükura." Həqiqətən biz sizi Allahın üzü xatirinə, Allah xatirinə yedizləyirik. Nə sizdən buna görə bir mükafat və yaxud da bir təşəkkür gözləmirik. Həqiqətən müminin də əməli bu cür olmalıdır. Etdiyi əməli yalnız Allah Subhanahu taala üçün etməlidir. Yəni etdiyi əməli yalnız Allah üçün etməlidir. Yəni nəyinsə qarşılığını etməməlidir. Və yaxud da ki muavvada, yəni o mənə bunu edib, mən də onu edib deyə ona onun qarşılığını verim. Bu üçün olmamalıdır. Belə olmamalıdır. Necə ki Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki: "Leysəl vasilu bil mukafi." Yəni qohumluğu birləşdirənlə yəni bir kimsə elə bir ki, qohumluğu əlaqələrini pozmasına baxmayaraq o daim gedib birləşdirir. Amma bir kimsə var ki, onun yanına gəlib ondan üzrxahlıq dilədikdən sonra bu da ona qarşı yumşalır və əlaqələri düzəldir. Şübhəsiz ki, birinci ilə ikincinin arasında fərq böyükdür. Birinci ilə ikinci ilə ola bilməz. Əlbəttə ki, özü gedib qohumluq əlaqələrini birbaşa birləşdirməyə çalışan kimsə bunun əcri daha üstündür, daha yüksəkdir. O kimsədən ki, onun qohumu gəlir ondan barışmaq tələb etdikdən sonra barışır, araları düzəldir. Əlbəttə bu ikisi də heç vaxt eyni ola bilməz.